Əgər saçların qısa-qısa, gec uzanırsa, cansız, həcmsiz, solğun görünürsə, bu üsulu mütləq etməlisən. Deməli, indi deyəcəyim üsulla saçlarını sağlam şəkildə uzadıb istədiyin nəticəni ala biləcəksən. Necə hazırlanır, necə istifadə olunur, ekrandakı ürəyi qızart, izah edeyim. Deməli, nə edirsən? Götürürsən 2 xörək qaşığı düyünü bir qaba əlavə edirsən, üzərinə 1 stəkan, yəni 200 ml qaynar su əlavə edib, ağzını bağlayıb 15-20 dəqiqə gözləyirsən. Gözlədikdən sonra həmin suyu bir qaba süzüb, sprey qabının içərisinə əlavə edib, üzərinə 1 xörək qaşığı zeytun yağı tökürsən və yaxşı-yaxşı sprey qabını çalxalayırsan. Saçlarını təmiz yuyub qurutduqdan sonra saç diblərinə masaj vasitəsilə tətbiq edirsən. Elə ilk istifadədən saçlarında olan dəyişikliyə özün şahid olacaqsan. Bu videonu ehtiyacı olan insanlarla paylaş və məni takip etməyi unutma ki, sağlamlığının qeydinə qalan Əczaçın Leyla ilə hər zaman sağlam qalasan.